Qur'an hansı sifətlərə, hansı keyfiyyətlərə mənsubdursa, deməli, Əhl-i Beyt də həmin sifətlərə mənsubdur. Çünki mümkünsüz olardı Peyğəmbər Əhl-i Beytini Qur'ana bərabər tutsun. Əgər Əhl-i Beytdə hər hansı bir nöqsan olardısa. Qur'an-ı Kərim buyurur ki, Vaqiə surəsinin 79-cu ayəsində Qur'ana pak olanlardan başqa heç kəs toxuna bilməz. Deməli, Qur'an necə müqəddəsdirsə, Qur'anın xəttinə məsələn dəstəmazsız toxunmaq, natəmiz halda toxunmaq necə haramdırsa, eyni ilə də Əhl-i Beytə onların adına natəmiz halda toxunmaq qadağan edilmiş olur. Qur'an mütəhhər sifətinə sahibdir. Səqələyn hədisinə görə də Peyğəmbərimizin Əhl-i Beyti bu sifətə sahib olur. Mühüm bir məsələ, Qur'anın müxalifləri, Qur'anın düşmənləri cəhənnəmlikdir. Ayə nə buyurur? Füssülət surəsinin 28-ci ayəsidir. Allahın düşmənləri üçün cəhənnəm əzabı vardır. Onlar orada əbədi qalacaqlar. Ayələrimizə qarşı gəldikləri üçün, ayələrimizə qarşı çıxdıqları üçün onların mükafatı yalnız cəhənnəm olacaqdır deyə uca Rəbbimiz buyurur. Deməli, Əhl-i Beyt Qur'anın sifətinə sahib olduğu üçün Əhl-i Beytə qarşı çıxmaq, onları incitmək, onları təhqir etmək, eyni ilə Qur'ana qarşı çıxmaq, Qur'anla düşmənçilik etmək qədər böyük, kəbirə günahlardandır və Əhl-i Beyt düşmənləri də Qur'an düşmənləri kimi əbədi cəhənnəm oduna layiqdirlər.